Yayımın baş sponsoru Bizon, xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, QX Mənşət Texnikası, sponsorlar Oxu Tədris Mərkəzi, Permalit Boyaları. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövlü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdu, kənd havası təmiz insanlara xoşdu. Balam kənd havası, sizi hörmətlə salamlar. Ay Qasım, üşüdüm, deyirəm qışda gəldi yavaş-yavaş. Qəbər, dayıcımı. Çoraplarımı çıxartmayacağım. Amma deyirəm ki, ay Qəmər, indiki qış nə qışdır ki? Qış olurdu əvvəlləri, qar yağırdı dizdə, indi qar yağır. Yox, yağmır indi. Yox, bir də biz o vaxtı uşaq olanda Qəmər, onda nə qaz var idi, nə işıq var idi. Bir dənə odun peçeydi. Qəmər odun atırdıq, bütün ailə yığışırdıq odun peçinin yanına. İnandırım səni, o odun peçinin işığı elə işıq satırdı. Bu bahalı çırçıraqlar var ha, hələ elə işıqlanmırdı. Canımsın, otururduk, şabalıd qoyurduq onun üstünə, heyva dilimləyib qoyurduq, çörəyi qızardırdıq. Mən o vaxtı uşaq olanda elə bilirdim ki, yeməkləri dadlı eləyən odun peçinin tüstüsüdür. Sən deməklə deyilmiş. Nəymiş? Mən sonradan bildim ki, bu qohumlar ki, yığışır bizim ətrafımıza. Mehriban. Anamız, nənəmiz, atamız, əmmimiz. Yeməyi dadlı eləyən bizim o mehribançılıq idi. Düz deyirsən, onda quru çörək də dadlı olur. Bir tavadan yeyirdi. Sizdə də elə idi Qəmər. Bizdə elə dördü, ay Qasım, sən bilirsən ki, mən özüm şəhər qızıyam. Bizdə hər bir şərait var idi. Peçimiz də vardı, işığımız da var idi. Puh. Nədir? Bu mənə təcəl eləyir. İndi özündən Amerika açdın sən. Niyə? Sən kənd uşağı deyilsən sən. Yox, Nətər yox? mən niyə kənd uşağı oluram ki? Bizim evimiz haradaydı? Rayonun mərkəzində. Özdə bina evində qalırdıq. Pəncərəmizdə açanda birbaşa rayon avtovağzalı görsənirdi. Yox. Şəhəri nətər olur ki? Deyirəm Qəmər, o vaxtı Allah ölənləri rəhmət etsin. Rəhmətlik anam. Allah rəhmət eləsin. Sonra rəhmətlik atam. Allah ölənləri rəhmət. Ay Qasım, sən də bunların adını deyəndə birləşdir bir dəfə əmikdir də. Hər dəfə qalxıb oturmaqdan tabi elimiz tutdu. Bu qoşu təzə anadan olmuşdu. Balaca idi, xəstələnmişdi. Hə. Getdi tövlədən onun üçün eşşək südü getməyə. Camış nətər vurmuşdu məməmi. Yox, o camış vuran vaxtı qoşu uşaq deyil ki, böyük oğlan idi. Nətər böyüdü, qoşqa çıxıl uşaq idi. Bələkdə idi, qundaqdaydı. Nətər deyir, bələkdəydi. O camış sən mama vuranda demirsən, orada yıxıldı, qaldı, qışqır. Böyük oğlan idi qoşu. İndi sən söz vermirsən də, mən nə desəm sən ona görə əksin deyəsən. Deyirəm qoşqan körpə uşaq idi, bələkdə idi. Mən bu dədə gedim qoşudan soruşum, onun özünün yadında da o özü danışacaq. Yer geç çağır. Yer geç çağır, görüm qundaq dedi yoxsa yox. Çağıracam. Çağır. Sən elə qoyasan adamla ancaq söz güləşdirəsən. Çağır da, çağır. İndi soruşum qoşu özü desin, qoşu. Çağır. İndi bax gəlib özü deyir. Mənim yadımdadır da gəlir. Ay qoşu, sən söz güləşdir elə mənə. Dediyin deyil, vallahi uşaq idi də. Dayan indi mən qoşudan öyrənib deyəcəm. Qoşu yadında. Qoşu. Qoşu. Hara getdi hə bu? Buranın da işığı yanmır. Qoşu, Qasım. Ay Qasım. De. Qoşqar, baxmıram qoşqar. Düzün dinən. O söhbət sənin yadıma gəlir ya gəlmir. Nə düzün demək? Yoxdur yer, qoşu yoxdur yerində. Qasım. Yaxşılar qoy desin. Mənə bax da. Deyirəm qoşqar yerində yoxdur. Getdim baxdım heç yerdə yoxdur. Yerində yoxdur? Hə. Bəyək ona dedim ki, bala, o karaoke az yiyir. Sözə qulaq asmadı. Yusuf yedi, indi oradadır. Yoxdur orada da. Mənim də ağlıma birinci o gəldi. Pəncərədən boylandım, oranın işığı da yanmır. Yoxdur. Nətər yoxdur? Yoxdur da la. Bu uşaq harada ola bilər? Bu haradadır bu uşaq? Nə bilim, ay Qasım, hara gedər? Neçə gündür elə uşaq fikirli dolaşır. Soruşuram, mənə də demir dərdin. O balaca uşaqdır. O nə dərdi ola bilər ki? Nə dərdi var?
Nə bilim, ay Qasım. Hə. Bəzən adam dərdini dilə gətirib deyənmir ki, elə atır öz ürəyinə, ürəyində fır-fır fırladır. Açıb heç kimə deyə də bilmir. Yəqin mənim uşağım deyil olub da. Dur gedək görək hardadır, tez elə. Hara gedək? Gəl onda əynimə bir şey atım da, geyinim əynimi. Geyinməyini, gəl oradan bir şey ataraq qapıdan üstüvə, tez elə. Vaxt yoxdur, uzaqlaşmamış evdən görək hardadır. Bu hara gedə bilər? Mənim başımı oynatır da bu uşaq. Atamdan sən ya, bu uşaq bizi öldürəcək də. Hara gedib görəsən? Qoşu, Qoşqar! qoşu. Ay Qoşqar! Qoşu mamam boya, qurban olsun, çıx ortalığa. Qoşqar! Qoşu. Şimdi yavaş da qonşu. Elə biləcək qonşuları çağırırsan. Qonşu ilə nə işin var? Qoşu. Qoşqar! Bax, mən sənə deyirəm ha, Qəmər, bax sən öləsən. O özü könüllü çıxmasa ortaya ya. Mən onu tapsam çırpacam. Yenə demə də. Dedim sənə. Bax, indi o harada gizlənibsə, bunu eşitsə çıxar ortalığa. Qorxudan biraz da bək gizlənəcək. Şu uşaqdır, deyəm ki, çıx barə sənə şirin quş verəcəm. Qoşqar! Qoşu! Ürəyim partladı axı. Qoşqar! Şir ver, necə Görən partladır olsa məni. qonşunun həyətinə girər. Qoşqar! Qoşu! Qoşqar! Ay qoşu! Qoşqar! Axşamınız xeyir. Sımırla. Axşamınız xeyir. Səsə çıxdım, salamatçılıqdır. Yekə kişi sən bu nə vittifatondur? Qorxdum Özündən xəbərim var. Nədən nə qayraq, nətər var çıxmışıq çölə, qoşu yoxdur. Qoşqar yoxdur, tapa bilmirik. Nə danışsan? Canımsın. Deyirəm ay Kəramət. O anadan olanda nətər sevinirdim ki, oğlum olub. İndi oğul bizi bu vitdə salıb Salıb küçələrə. çöllərə, bilmirik hara gedib. Qoşu! Qoşqar! Hara gedər? Nigaran olmayın. Qoşqardır da indi əvvəl-axır fırlanıb qayıdacaq evə. Yox, yox. Nədir, qoşqar inək zatlı, naxıra gedib axşam evinə qayıtsın fırlanıb. Gözümün ağı qarası bilcəci uşaq deyil, yoxa çıxıb o da. Yoxa çıxıb, yoxdur. Siz tərəfdə olmaz. Biz tərəfdə? Belə soruşunca keçək bizə. Baxın da evə. Belə dök ayaq üstə nəyə qalmısın? Gəlin keçək bizə. Keçək baxaq. Yox, hara keçək baxaq. Gör nə vitdəsən? Bu vitdə cəmaatın evinə girək. Yox, lazımdır baxmaq. Yeri, sən narahat olma. Axtarıb taparıq. Bəlkə bizdədir. Siz də olsa xəbər eləyib də. Siz də olsa xəbər edin. Qışqırarsan möhkəm gələrəm, yaxşı? Hə, yaxşı. Yer, gecən xeyrə qalsın. Qoşqar! Görəsən, hara getdi bu uşaq? Gecən xeyrə, narahat olma. Görsün Gecəniz xeyrə qalsın. Görsün xəbər edin. Bəlkə bizdədir. Yoxdur, olmaz sizə getmək. Yaxşı. Gecən xeyrə qalsın. Xeyrə qalsın. Deyirəm, görsən, nətər mərifətli adamdır. Bax, dedi birdən ürəyimizdə xalqa var, inanmarıq ki, bunlardadır. Bax, bizi zorla salmaq istəyirdi içəri ki, arxayın olaq. Kim o? Hə, Ya ki, uşaqsan sən, o nərdə oynamağa adam axtarır bu dəqiqə. yaxşı. Canım üçün nərdə adıyla salacaqdı mən içəri. Səhərə kimi nərdə oynayacaqdı Nə mənə. yaxşı girməmişik. Yox, Gəl. yox. Qoşu! Qoşqar! Nənə, axşamın xeyir olsun. Həmişə olduğu kimi yenə sənlə dərdləşməyə gəlmişəm. Nənə, insan bəzən dərdini bölüşəcək birini tapmadığı üçün məcbur qalır, soyuq daşla dərdləşir. Nənə, mən bir qızı sevirəm. Vurulmuşam da, neyniyim. Amma sən mənə sual versən ki, o qız nətər qızdır, sarışındırmı, əsmərdimi, mən o sualına cavab verə bilməyəcəm, ay nənə. Çünki o qızı görməmişəm mən. İnsan görmədiyi birini nətər sevə bilər deyəndə ki, ay nənə, mən onu xəyallarında canlandırıram da. Mən elə bir ki, onunla xəyallarında danışıram. Elə şey olar deyəndə ki, nənə, bu dəqiqə sən də həyatda yoxsan da. Amma mən görürsən ki, sənlə söhbət edirəm. Məsəl üçün, səni xəyallarında canlandırıram, dərdləşirəm. Və bu da o deməkdir ki, ay nənə, sən mənim üçün
ölməmsən, yaşayırsan. İndi sözümün canı odur ki, aynən mən istəyirəm bu qızı alım. Amma anamla atam razı deyil. O yerdə dedim səndən məsləhətləşim, aynən mənə bir yol göstər, neyiniyim, nətər eləyim. Çox xahiş edirəm, aynən. Mənə bir yol göstər. Yaxşı. Çox baş ağrısı olmasın, hələ mən gedim. Allah sana rəhmət eləsin. Evə gəlirəm, nənə, narahat olma, evə gəlirəm. Bir baş evə gəlirəm burada. Sağ ol, annem. Ya yeri. Gelin beri, gelin beri. Yemek vaktidir, gelin beri. Götürün. Nuş olsun, yiyin. Vur bedene. Vur bedene gitsin. Ye, gel buraya. Bana bak, şerait yarat, onlar da yesin. Hey, bana bak. Sen seher yemişsen de, imkan ver, o da arkadaşlar yesin. Bir evin Gel. tikilsin. Ne olur? Səhər indi açılıb, bir əvvəlcə özün ye, sonra qoyun quzunu yedir dərsən də. Abala qoy bu heyvanları yizdirim ki, bunlar bərəkətli olsun da. Qışda bunların əti ilə dolanırıq, südün satırıq, qatığın satırıq, qaymağın satırıq. Bunlar gələ bərəkətli olmalıdır. Eşitməmsən, əvvəlcə səni yedizdirəni yedizdir, sonra özün ye. Oy, başıma xeyir. Nədir? Tadı ilə onda mən əvvəlcə gərək qoyun quzunu yedizdirim, ondan sonra səni yedizdirim, ondan sonra özüm yeyim. Niyə yedizdirsən? Qoyunla məni bərabər tutursan gəlməli. Yox, yəni mənə də çörək verən, mənə də yedizdirən sənsən, ona görə deyirəm. Mənə bax, onu bildim. Qoşqarla danışdın. Yox, elə axşam dedi ki, sabah danışarıq, başına atıb yatdı. Sırfa açmışam, gəl otur, özün orada ondan danış. Özdə, mənə bax, sakit danış, ha, təmkinli, qışqırı verəm uşağımın üstünə. Az mən onun üstünə nə vaxt qışqırmışam? Sənin bu yersiz müdafiən olmayad ha? Yersiz müdafiə deyirik özdə. Ana olmaq belədir, Qasım. Gəl, əlləri bükü, gəl, gözləyirik. Tavukları yedilər, arxayın ol, Bildim gəl. də, bildim. Yiyin, nuş olsun. Gəl lan mən də birazdan. Yiyin. Gəl. Bəh. Ay Qəmər, nə qəşəng süfrə açmısan. Ay can. Bəh. Nuş olsun. Rosko, saçqası, kalbasası. Sağ ol ey Qəmər. Dedim, qoy çoxlu yemək olsun masada ki, qoşu ilə oturub söhbət eləyəndə, yeyə çoxlu uzun-uzadı söhbət eləyə biləsiz də. Şu qoşqarla nə danışacağım? Bir kəlmə danışacağım, çıxıb gedəcəm də. Bir kəlmə niyə? Bu qədər yemək var, bunları yiyincə söhbət eləyin də. Yox, bir də bax, Roskonun saçqasından götürəcəm. Bunu yeyib qutarana kimi söhbətimi elib çıxıb gedəcəm. Qoşu! Mamam boya qurban olsun, gəl yemək səni gözləyir. Amma sən də otur. Yox, mən oturmayayım. Bax, mən otursam, deyirəm birdən məndən utanar, çəkilər, danışa bilməz də. Mən elə ayaqda sizə qulluq eləyəcəm, amma qulağım səndə olacaq, narahat olma. Sən həmişə qulağın olsa məndə olub. Bu kimdə olsun? Ay bala, ay qoşqar, gəl bəri, gəl çörək ye. Anon hində bir də yumurta qoymayıb bala, hamısını pişirib qoyub stolun üstünə. Hə, nə olacaq? Halal xoşunuz yiyin, yenə yumurtlayacaqlar. Qoşu! Buna baxıyıq, hay vermirik. Sən çörəyi ye, gedim çağırım. Şu otur da, otur, sən də otur, gələr. Yox, qoy gedim oyadım, gəlsin, siz danışın. Sən başla yeməyə. Buna bax, deyirəm süfrədə hər şey var, bir dənə atam yoxdur. Sən də ölməyə vaxt tapdın, ay dədə. Oturardın indi stolun başında, Qəmər sənə qulluq eləyərdi, mən sənə qulluq eləyərdim. Heyf. Qasım, uşaq yox deyil yerində. Nətər yoxdur? Uşaq flaskabız qızatdı ki, qoyasan ora görəsən itib orada tapılmır. Yoxdur da, bax səhər oradaydık. Baxdım, yatıb, üstünü örtdüm, gəldim. İndi baxıram, yoxdur. Tapılar da, bir də yumurta soy yiyeyim, tapılar. Deyir yumurta soyu. Heç uşağın üçün narahat olmursan, sən. İndi kəramətin inəyi içsəydi, bundan çox hələ ayağa düşərdi. Bir durum maraqlandı ana uşağın anı. Uşaqdır da,
Gecədən salmısan məni küçələrə uşağanı. Ovcumun içi boyda kətdir. Tapılacaq da çıxıb gələcək də. Otur. Ay, bir narahat olmur uşağa görə. Yumurta soy. Çox sağ ol nənə. Sən ki, mənə yuxuma girdin, mənə işarə verdin ey. Hər şey üçün çox sağ ol. O ki girdin dedin ey, qoş nə iş görürsən gör, o işin axırına sona kimi get. Bax mən də acqarına səhər yeməyi yemədən o işimin arxasıca gedəcəm. Başqa vaxt acmaram ya. Acqarınla mən bu boyda yolu nətər gedəcəm hə? Amma evi yox. Mən qarnımı sevgimlə doyduracam. Sonra kim gedəcəm? Qarnımda bildiyin köşdür, köş. Qurha, bütün beynim getdi. Gedəcəm. Axıra kim gedəcəm? Dedem, dincel. Bütün beynim gitti səslənir. Sən yiyəm üzülür yaşından. Bunu qaçırsan, qaçlarına saat kimə deyir ki, bunu səhər yeməli ye, sonra qaçdan. Bütün başım yedim bey. Dedem. Qasım. Hə. Nərimlərin gəlinlə danışdım. Hə. Deyir, bayaq qoşunu gördüm. Dodağın altında nəsə deyinə üzü yola tərəf getdi. Bugün ikinci adam deyir ki, qoşu üzü yola tərəf getdi. Deməli, Bakıya gedib o. Gəl getdiyi tez də qoşunu dalayacaq. Gəlləm də, Sən də məndən nə istəyirsən? Gəlləm. Darıxma, gəl. Aynı oyun yığım da. Kimin üçün yığırsan aynı oyunu? Qonaq getmirik, oğlumuzu axtarmağa gedirik. Kimə verəsən bunları? Şəhər yerinə gedirik, əli boş gedək. İndi hər kimin qapısına gedirik. Axırı qoşqanı kiminsə evindən tapacaq da. Bax, karalök yığdım, göygərti yığdım. İndi 3-4 dəstədə turp yığım, qəşəng yumurta götürüm. Bir də çolpa kəsim gedək. Yenə də uşağım fikirləşmir, yenə də kiminsə yanında yaxşı olmağa fikirləşir. Tez elə gəl gedək çolpa molpa eləmə. 3 dənə karalök at gəl tez elə. Ayıbdır da, indi uşaq kiminsə evindədir də. Gəlib qapını döyəndə əli boş. Qasım, ayıb deyil, uşağımız gedib, gəl. Yox, da hazırlamışam da, gedək. Gedək. Hazırlamışam. Ay dədəm, gəl, tez elə. 3-4 dəstədə turp yığım. Lazım deyil turp. Turpu gələn dəfə. Boşalt bura. Hə, turp gələn dəfə. Yaxşı, ver mənə. Qoy gedirəni getdik. Tez elə. Tez elə. Uşaq çıxıb gedib belə turp ayırdı. Yaxşı da, gedək. Hicran özüm bu dünyada baharıyorum. Bu yollar bizi kavuşturur. Salam melek. Salam aleyküm. Yenə zəmbili qoluma vurub hara geçsən burada? Vay dədə gəl, biz bu kəraməti açot eləmədən bu kətdən çıxanmırıqdan, ha? Heç elə bir balaca işimiz var. Yoxsa qoşqar evdən inciyib, qaçıb, onun dalıyca Bakıya gedirsiniz? Buy, o hardan çıxdı ki? Heç də yox. O de, Qasımın bacısı biraz naxoşlayıb, üstü və sağlıq gedirik ona dəyməyə. Onun bacısı burada qalır axı, Bakıda qalmır. Sən nə işə qalıb Qasımın bacısı harda qalır? Bəlkə qonaq gedib, bəlkə qonaq getdiyi evdə azar ev, hardan bilə bilərsən? Sağ ol Qəmər bacı. Sən bir dəqiqə yəni, sən hardan bilirsən ki bunları? Heç ürəyimə dandı. Yo, sən nəsə bildiyin var. Sən o hardan Nəsə bilirsənsə de bizə. Deyirəm, heç nə də ağlıma gəldi ki, bəlkə qoşqar Bakıda qız sevər. Siz də onu almamısınız. O da acıqlayıb evdən qaçıb. İndi siz də gedirsiniz onun dalıyca Bakıya, bəlkə orada ola. O nətər, bunlar sənin ürəyivə damıb hamısı? Hiss elədim də, neyniyim? Ürəyimə damdı da hiss elədim. O nətər olur, mən anayam, heç mənim ürəyimə damır, heç mən hiss eləmirəm. Sən qonşu ola ürəyivə damır. Ay sağ ol. Nətər olur bu ana ona ola? Hə də dedim də mən onları Sən o dedin də. Bizim işimiz var. Biz elə belə gedirik Bakıya havamızı dəyişməyə. Olmaz. O özümüz üçün də aynı oyun götürmüşük ki, yolda açsaq yeyək. Bəli, olmaz. Allah işi zavan diləsin.
Görürsən Qoşqar. Sonra kəramətin qədrini bilmirsən. Söz vermişdim, deməyəcəm. Bax, demədim. Kəramət sözü. Oo, Ramil. Salam ay Qasım kişi, salam. Salam aleyküm. Necəsən, nətərsən? Kişi çox sağ ol. İşin gücün. Yaxşıdır. Atın necədir? Yaxşıdır, duaları var. Ziyadın oğludur. Hansı Ziyad? Şimdi bizdən arxada qalmırdı Ziyad, çökmə başı. Lap yaxşı. Salam melek. Aleyküm salam. Maklerdi, işlər nətərdir? Yaxşıdır, gedirdi iş dayı. Yaxşı olasan. Bizim uşaq deyir, üzü belə şəhərə tərəf gedib. Görməmsən Qoşqarı. Yo, görməmişim. Əlimdə torpaqlar var, qəşəng evlər var, 2-3 düzəlmələr var, mənzillər var. İstəyən olsa. Yox, indi mən mənzil almağa gəlmişəm. Uşağı soruşuram. Deyirəm belə gedib. Görməmsən? Yo, görməmişim. Əlimdə ancaq qəşəng villalar var, evlər var. 2 otaqdan 3 otaq düzəlmə mənzillər var. Sonra nə var? Evlərim də mənzillər, torpaqlar, villalar. 9-un 5-i. 9-un 5-ini bildim, rəhmətin balası. Deyirəm uşağı Ramil sağ ol. Müştəri lavanda olsun. Şəhərə gələrəm yanıma orada. Oldu, ev alaram səndən, torpaq alaram. Qasım. 9-un 5-i nədir? Şimdi deyir 9-u 5-i, yəni 9-cu mərtəbənin 5-ci 9 mərtəbənin 5 mərtəbəli binanın 9-u. 5 mərtəbəli binanın 9-u olur, 9-un 5-i. 9-un 5-i. Şimdi maklerdi de deyən görüm. Ay Ramil. Dedin getdin, bu da məndən soruşur. Bu 9-un 5-i nə deməkdir? 9 mərtəbəli binanın 5-ci mərtəbəsi. Ayşə, mən deyəndir. Sağ salamat, sağ ol. Sağ ol, sağ ol. Balam gel havası sizi hürmetle salamlar. Qasım, bax o bitkiyə yer qalıb, hamısını eləmirsən, bu bir dam oranı da belinə gedək. Yox, Əməl, bəs yorulmuşam, səhər eləyərəm. Salam bölək, yorulmayasın. Yorulub, dədən yorulub bala. Dədəcən sənə nə almış? Nə? Nədir bu? Bizar. Birini seçin. Qırmızı Qırmızı mamın, mənim. qara sənin, Aha, ağda mənim. deyən. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Bax, qardaşlar mebel. Əzəmət bizi göndərdi bura ki, dedi gedin mebelləri bəyənin. Oğlunuz qızımı alsa, hansı mebeli bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədimi? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumuşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, mebellər bəyəndimi? Əzəmətin qızım bəyənmədi. Əsas mebellər qəşəngdir. Qızı sonra bəyənərsən. Bəyənmədim. Nə bax, olmayan Qoşqarı evləndirirsiniz. Bu da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandı. Özü toz soranlayacaq. Amma bu əl toz soranıdır, mən toz soranlayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdırır. Da özümündür. Bu fendir, saç qurutmağa. Quix'in feni. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özü hələ belə boyalar döyür, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. 5 ildir fəaliyyət göstərən Oxu Tədris Mərkəzi erkən yaş, məktəbə qədər və ibtidai sinif qruplarında Azərbaycan və Rus bölmələri olmaqla fəaliyyət göstərir. Mərkəzdə inklüziv təlim əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloq və psixopedaqoq xidməti mövcuddur. Uşaqlar həmçinin rəsm dərnəyi, ingilis, ərəb və rus dili dərslərində danışıq səviyyəsində təhsil alırlar.
Mərkəzin ən önəmli fəaliyyətlərindən biri psixoloji dəstəkdir. Uşaqlar və yeniyetmələr üçün xüsusi psixoloji xidmətlər göstərilir. Həmçinin öyrənmək çətinliyi və davranış pozuntuları olan uşaqlara isə fərdi seanslar və dərslər təşkil olunur. 18 illik təcrübəyə malik peşəkar heyət ilə Oxu Tədris Mərkəzi hər uşağa öz potensialını kəşf etmək və gələcəyə inamla addım atmağa imkan verir. Gel havası sizi hürmetle salamlar. Talep Hanım. Qoşqar müəllim, xoş gördük səni. Necəsən? Maşallah, bu ata bala öp. Xoşdur. Necəsən? Şəhərdəydim, dedim mərkəzdəsənmi, gəldim sənə görə. Buyur. Talep Hanım, sizə yüngülcə, balaca tıkılıb. Yenə pulun qurtarıb, pul lazımdır. Yox, Talep Hanım, pulum qurtarmağına qurtarıb, amma... Şəhərdə qalmağa yerin yoxdur, otaq istəyirsən. Pulum qurtarmağına şəhər, Talep Hanım. Yoxsa sənə bir iş düz qoşun, bir azca maaşla, 3-4 min manata. Yox, Talep Hanım, mən birinci sualınıza cavab vermək istədim. Mən birinin yanındayım. Sonra insan sual verdiniz, 2-3 belə çoxlu sual verdiniz. Deyirəm, azca maaşla iş düzüm qoşun. Yox, Talep, mən nəyə gəlmişdim, nəyə bura? Narahat olma. Yadına sal, yadına sal. Bir dəqiqə üz üstürəm. Talep, görüşdük. Hə, yəni, deyirəm, Talep, adamı hipnoz edirsiniz, ana konkret. Talep, tam başqa bir məsələdir, üz üstürəm. Sizin sevgidən az da olsa başınız çıxır, yoxsa o yaşınız keçib? Qoşqar, sevginin yaşı olmur ki. Sevgi hər yaşda gözəldir. Uşaq vaxtı bir başqa, gənclikdə daha çılğın və yaşlandıqca daha etibarlı və güvənli sevgi olur. Buyur, sualını ver, nə olub, nə məsələdir? Oy, Talep, elə bildim, xatirə dəftəri doldurursunuz. Talep, nə başınız ağrıdım? Sözün açığı, həyatımda bir xanım var. Sizdən nə gizlədim. Amma elə bir ki, mamla papam buna razı deyil də. Mənə deyirlər ki, imkanları imkanımıza uyğundur. Amma mən sizi inandırım ki, Talep müəllim, mən o qızı puluna görə yox, özünə görə sevirəm. Qoşqar, ata-ananın razılığını almaq vacibdir. Amma kimi sevib, kiminlə sevinəcəksən, onu sən seçməlisən. Əgər sevgin saf və təmizdirsə, mübarizə etməyə davam elə, səni inandırım, qalib gələcəksən, mən də sənin yanında olacaq. Rahat ol. Talep müəllim, inandırım sizi ki, o qədər gözəl dediniz ki, çox sağ olun Talep müəllim. Həqiqətən mənim başqa heç nəyə ehtiyacım yox da. Birdən deyərsiniz, pulun yoxdur, pulum var, qaydasındadır, yerindədir. Talep müəllim, mənim sadəcə məni əyə yaldıracaq söz lazım idi. O deyirləri motivasiya. Motivasiya. Bax, o lazım idi, onu da sizdən aldım. Çox sağ olun Talep müəllim. Qoşqar, Haydi. sənin yaşında sevərkən mən də belə idim. Buyur, gəl səni yola salım ki. Ehtiyac yox Talep müəllim, çox sağ olun, həqiqətən var olun. Sən sağ ol. Sağ olun. Ay, nə gözəl insansınız Talep müəllim, həqiqətən. Sizin kimi gözəl insanların yanında mən də gözəlləşirəm. Vay, adam əriyir, Mühit çox vacibdir, insanı tərbiyə edir. Oldu Talep müəllim, çox sağ olun, sağ olun, sağ olun. Dayansın o Qəmər. Onu tapım ha. Çalacam təpiyimin altını. Mənə bax, elə şey eləmə. Niyə? Uşağı cəmaatın yanında biabır eləmə, ayıbdır. Bəs ayıb deyil mənim qonumlarımın yanına gizlincə qaçıb gəlməyi. Bunlar deməz ki, sən necə atasan ki, övladın qaçıb gəlib sənin xəbərin yoxdur. Gör heç olmayıb ki, sən uşaq vaxtı dədəndən, nənəndən inciyib evdən çıxıb gedəsən. Olub, neç olmayıb. Mənim gizləndiyim yer ya həyətdə ot tayası olub, ya da evin zirzəmisi olub. Mən hara qaçıb gizlənmişəm ki? Bir dəfə o vaxtı Allah ölənləri rəhmət eləsin. Rəhməti atam məni danlamışdı. Güya uzağa qaçdım. Qaçdım girdim mal tövləsinə. Onda da nənəm görüb ki, axşam üstüdür. Gəlib tövləni arxadan bağlayıb, səhərə kimi buzovu qucaqlayıb yatmışdım. O vaxtı. Qasım, keç səhəri, amma bax səni deyirəm yenə. Uşağı danlama cəmaatın yanında. Evdə sözlü deyərsən, keç. Bir şey var, nəsə bir şey verin bana. Yox, bir şey olsa deyərdim, keç. Nə gözəldir, nə gözəl.
sevirəm heyvanları. Buna bax, buna aparaq evdə saxlayaq. Tez elə uşağım qalıb orada. Gəl bəri. Pişiyin balasına belə ürəyi yanır, öz balasına yox. Necəsən xaloğlu, nə var nə yox? İşin, gücün. Baxıram maşallah iş gedir. Yaxşısınız maşallah. Deyirəm xaloğlu, əsəbiyəm amma deyəcəm də, Qəmər deyəcəm. Deyirəm bu naxələf övladım boynu yerə soxum. Heç nə olmamış qaçıb gəlib sənin yanıma, hə? Yenə nə oldu? Yenə kimin boynu soxdu, nə yerə, yenə nədir? Əşi bu uşaq da mən buna nə eləmişəm ki sənin yanıma gəlib? Nə uşağı, kim? Dayanda Qasım, dayan. Görsən ki, nəsə demək istəyir, nəsə soruşur. Heç onun xəbəri yox, niyə deyəsən eşidən? Bir qulaq as gör, nə deyəcəklər? Əşi yox, bu... Əşi səndən mənə zəng gəlmədi, demədin mənə? Məndən sənə zəng gəlib ki... Biz kənddən çıxırdıq, səndən mənə zəng gəldi, xaloğlu. Mənim də bu telefonumun içinə zibil olsun. Bu zəng gələn ki, sönür axı. Elə açdım, sənə cavab verəm, telefon söndü. Dedim, yəqin uşaq qaçıb sənin yanıma gəlib də onu demək istəyəm mənə. Buradadır. Kimi deyirsən, qoşqarı deyirsən? Hə də. Yenə nə qarıb, qoşqar? Yenə neyini bu? İndiki uşaqları bilmək olur ki, indiki uşaq... Heç zat, nə qaracaq? Bir bura gəl tör. Nə olur? Sənə 1000 dəfə demişəm ki, uşaqlı xalqın yanında alçatma. Özdə görürsən ki, heç nədən xəbəri də yoxdur. Niyə hər şey açıb deyirsən? Sən bax, nə bilirsən, nə olacaq, nə deyəcək? Heç zat, nə olacaq? Qoşu, fağır bir uşaqdır, niyə bilər ki? Biz gəlmişdik, burada şəhərdə gəzirdik. O bizdən biraz aralı qaldı. Bir də döndük ki, yoxdur, itirmiş yolu. Biz də fikirləşdik ki, onun şəhərdə tanıdığı yer hara var, bura var da. Dedik, yəqin bura gəlir. Buradadır. Yox. Sən canım xaloğlu. Deyirəm burada da orada, olsa deyirəm burada da. Görsən, bunun heç nədən xəbər yoxdur, asıb hər şeyi deyirdim. Onda burada yoxdursa, hələ yəqin harada itirmişik, orada olacaq, gedək. Qəmər bir nəqə deyən, mən bildim harada olacaq. Xaloğlu, biz gedək onda. Sağ ol. Belə geçməyinə dedi, amma mən heç də başa düşmədim. Mən sənə baş salacam, Sunkan hara getdi? Bir də Sunkan orada var. Hansı o? Qəmər. Mənəyəm. Hə? Mənəyəm. Nə? Əki buna gəldə mən biləm harada doğuşam. Gəl dalımca. Xaloğlu yığacam səni. Deyiləm bura gəldən, mən nə bilim, Qızım, tapşır ki, bunların yerini dəyişsinlər. Salam Azad müəllim. İynəyinizin şüşəsi buxarlandı, bir səni üzr istəyirəm. Necəsiz? Sənin oğlum, burada nə işin var? Azad müəllim, ilk öncə çox üzr istəyirəm sizdən. Mən cəsarətimi topladım və rayondan gəldim. Bildiyiniz kimi mən kənd uşağıyam və oradan bura gəlməkdə asan məsələ deyil. Az qala azıb qalmışdım üçün qurğunda. Xahiş edirəm, danışığınıza fikir verin. Üzr istəyirəm, nəsə dedim ki? Bəli. Nə dedim ki? Xahiş edirəm, öz dilinizdə danışın. Üçün qurğunda yox, Bəli. 3-cü mikrorayon dairəsində. Hə, o baxımdan deyirsiniz. Bəli. Mən də dedim görəm, mən nə dedim ki? Deməli, Azad müəllim, mən tam olaraq cəsarətimi toplamışam yerə deyirəm. Mən sizin qızınızla ailə həyatı qurmaq istəyirəm. Mənim? Bəli. Qızımla. Ailə həyatı qurmaq istəyirəm. Deməli, ailə həyatı nə olar? Nə olar? Həyatda onsuz gedir bir qız, bir oğlanındır. Yaşa. Təbii ki, sən də evlənməlisən, ailə qurmalısan, ailə sahibi olmalısan. Bəli. Mənim qızımla. Bəli. Biraz çətin məsələdir, bilirsən oğlum. Sən bilirsən ki, mənim qızım çox müasir qızdır. Bəli. O 2 ali təhsil almış bir xanımdır.
Ay, nə Bəli, gözəl. ona görə də bunu biraz düşünmək lazımdır. Beliniz ağrıyır, üzr istəyirəm. Yox. Azat müəllim, bilirsiniz, siz məni səhv başa düşürsünüz. Mən Nə? Nətər? Mən səni səhv başa düşdüm. Yox. Nə demək istəyirsən? Yox, Azat müəllim, yox. Yox, bir dəqiqə gözünüzün birində qıyırsınız, elə deyil də. Yox, bir saniyə, 10 saniyə qaydıram sizə. Azat müəllim, mən səhv başa düşdüm. Bəli. Mən elə bir səhv anlattım. Bəli. Əvəzinə də səhv başa düşdüm. Bəli. İndi isə qulaq as. Bəli. Biz istəyirəm, Azat müəllim, nəsə yadınızda düşür. Heç. Siz mənim qızımı canlı həyatda görmüsünüz? Hardasa? Canlı? Bəli. Sözünü açıq görməmişəm, Azat müəllim. Görməmişəm, çox qəribə bir şeydir. Onu mən həmişə, Azat müəllim, sizi görürdüm belə. Bax, siz nətərsiniz belə, maşallah olsun. Yarı yaraşıqlı, mədəni, alicənab. Mən də sizi təsəvvür edirdim. Deyirdim ki, yəqin ki, sizin böyütdüyünüz, sizin tərbiyənizlə böyüyən bir qız, yəni pis ola bilməz. Bax, onu həmişə mən xəyallarımda elə canlandırırdım. Deyirdim ki, mən bu qızı alacağam. Ona görə də mən onu sevirəm. Xahiş edirəm, mənim bu sevgimə nakam baxmayasınız. Oğul, Bəli, gəl səndən belə danışaq. buyurun. Əvvəla sən mənim qızımla bir görüş. Söhbət elə. Əgər mənim bilirsiniz, qızımı hər yoldan ötənə ərə verə bilmərəm axı. Əgər mənim qızım sizi bəyənərsə, Bəli. indi müasir dövrdür, mən onu zorla ərə verə bilmərəm. Ay, sağ ol. Əgər razılaşsam mən etiraz etmərəm. Razılaşarıq, Azat müəllim. Başa düşdüm sizi. Mən yenə deyirəm, yəni hər halda sizdən mənim kimi bir simpatişin oğlanı qoyub. Nə? Ay, Sənə demədim ki, ağzının danışığını bil. Azat müəllim, vallahi mən pis söz demədim. Simpatiçni yox. Azərbaycanca yaraşıqlı. O baxımdan deyirsiniz. Bəli. Mən də ələk basışı görəm, mən nə dedim. Bəli. Yəni deyirəm ki, mənim kimi yarı yaraşıqlı olanı qoyub hər halda qırağa vermərsiniz. Aydındır, aydındır Azat müəllim, çox da olun, sizin vaxtınızı aldım. Всё, mən getdim. Nə? Deyirəm, mən getdim. Yox, orada bir dənə də söz dedin. Nə dedim? Dedim Azat müəllim. Yox. Orada bir dənə də söz dedin. Azat müəllim, belə deyirsiniz, mən bildiyim də yadımdan çıxır. Dedim, всё. Söz yox. Oldu. Hə, o baxımdan deyirsiniz. Bəli. Üzr istəyirəm. Bəli. Üzr istəyirəm. Azat müəllim, yəni mən ən salamatı gedim. Çünki mən burada qalsam, siz məndə daha çox aşıqqa tutasınız. Arasıldır. Ben elə bunu istedim. Aşıqqa yox. Bu. Səhv. Yenə qayıtdıq ora. Aydın. Oldu Azat müəllim, mən getdim. Get. Aydın. Get, yaxşıdır. Nereye oturup orada? Hanı? Allah. Vay maması boyuna kurban olsun. Burada niye oturup Ben hep bu? dedim burada olacak. Dedim burada olacak. Koşa! Oy mamam bu ya kurban olsun. Elə bir dədəsi, nənəsi ölüb, yetim kimi. Ay oturub Qoşqa. burada. Qoşu! Ay bala, sen burada ne varsan? Mamam bu ya kurban olsun hə sənin. Niyə burada oturubsan? Anam. Hə? Atam. Çox xahiş edirəm, bu qəmgin notara toxunmayın. Qaydın kəndə məni tək buraxın. Mən kənddən bura sevgimin dalında gəlmişəm. Və oradan da bura gələndə özümə söz verdim ki, mən ona qovuşmamış, ümumiyyətlə biz qovuşmamış, mən o kəndə qaydası deyirəm. Xahiş edirəm, çıxın gedin buradan. Ne varsan burada oturarsan, burada kalarsan bala. Nə gözlürsən burada? Və işte dərsi gözləyirəm, dərsdən çıxsın, mən gəlib ona yaxınlaşacağım. Uy. Az qaldı, çıxmalı. Abala ders kurtarı ve özde dünel. Abala ders dünel kurtardı, bir de olacak birinci gün. Nətər?
Nətər, yəni bugün 6-cı gündür. Axırıncı dərs bir an olub 5-ci gün. Sabah da bazar. Bir də 1-ci gün dərsə gələcək. 2 gün burada yatasan. Onda belə çıxırsın, mən burada səhv gün seçmişəm, elə mi? Hə. Bu nə bax, zalım oğlu, demək həlsin deyirəm. Deyirəm, zalım oğlu, zalım. Bunu esimizə çıxırsa planlı şəkildə çıxdan, hə? Bunu süzdürdən, hə? Bala, gedək kəndə, gəl, dur. Dur gedək kəndə, dur. Baba, Dur. baba. Hı. Heç nə deməyəsən? Heç nə deməyəsən? Kimə? Yox bala, indi burada yox. Avtobusda fikirləşəcəm, kətdə deyəcəm sözümü. Gəl. Dur getdik. Siz gedin, mən də gəlirəm. Gəl, yox, Dur. gəl mamam boya, Sən də qurban dur. olsun. Bax, cəmaatı siz də bana çaşarsan, bana təpiz Heç atarsan. zat deməyəcək. Dur, gəl. Qadan alaram, boya qurban. İnan dədən sağ uzaqdan göstərməsəydi görmürdüm. Gəl öl. Sən də, nə sən də bir Gəl. Hər həftə onlar olar şəhərdə. Yerləri yoxdur nə göydə, nə yerdə. Qəribə bəlalar çəksə də başları. Həmişə gülüş var bu üç nəfərdə. Kənd havası, keçələr yolları boşdu. Kənd havası, təmiz insanlara xoşdu. Kənd havası, gülər sadə adamlar. Balam kənd havası, bizim azadə adamlar. Kənd havası, gör nə gözəldir. Kənd havası, keyfi güzəldir. Kənd havası, gülər sadə adamlar. Yayımın baş sponsoru Bizon, xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, QX Məişət Texnikası, sponsorlar Oxu Tədris Mərkəzi, Permalit Boyaları.